Salam! Bu videoda Tacir Pro'nun hesabatları ve statistik imkanları barədə qısa məlumat verəcəm. Hal-hazırda məlumat bazasında 11 mindən artıq fərqli mal çeşidi, 500 mindən çox əməliyyat, yəni qaymə mövcuddur. Proqram təminatımız ümumilikdə təxminən 60 hesabat və 50-yə yaxın statistika imkanı təqdim edir. Qısaca statistikalardan bəhs edim. Mallar üzrə statistikalar, şəxslər üzrə, yəni təchizatçılar və müştərilər, istifadəçilər üzrə və digər analitik hesabatlar mövcuddur. Mallar üzrə statistikalar bölməsinə daxil olduqda isə, burada təxminən 22 fərqli statistika növü təqdim olunur. Məsələn, ən çox satılan mallar statistikası. Sistem sizə seçdiyiniz 2 tarix aralığında ən çox satılan malları istənilən sayda göstərməyə imkan verir. Bu məlumatları cədvəl, sütun diaqramı və ya fərqli qrafik formatlarda izləmək mümkündür. Digər statistikalara da baxa bilərsiniz. Məsələn, daha çox nisyə satılan mallar, alışdan daha çox geri qaytarılan mallar. Bu statistikalar sizə hər bir mal, kateqoriya və s. barədə daha dəqiq məlumat əldə etməyə kömək edir. Eyni zamanda, ən çox qazanc gətirən mallar üzrə statistikalar mövcuddur. Burada istəsəniz, ilk 50, 100 və ya istənilən sayda malı görə bilərsiniz. Bütün statistik və hesabatlarda 2 tarix aralığını dəyişmək mümkündür. Bundan əlavə, mal kateqoriyaları üzrə detallı statistikalar mövcuddur. Hansı kateqoriyanın daha çox gəlir gətirdiyini rahatlıqla görə bilərsiniz. Sistemdə həmçinin şəxslər üzrə hesabatlar da mövcuddur. Ən çox qazanc gətirən müştərilər, ən çox fərqli çeşiddə mal satılan müştərilər, uzun müddətdir əməliyyat aparmayan müştərilər kimi çoxsaylı hesabat və statistikalar mövcuddur. Sistemdə xüsusi bir analiz də mövcuddur ki, bu analiz digər bu tip sistemlərdə demək olar ki, mövcud deyil. Bu analiz vasitəsilə seçdiyiniz müddət ərzində, məsələn, 1 ay, 3 ay və ya 1 il, satışı davamlı artan malları görə bilərsiniz. Yəni, əvvəlki dövrlərlə müqayisədə satışı mütəmadi yüksələn mallar müəyyən edilir. Məsələn, son 2 ay ərzində hər ay əvvəlkindən daha çox satılan malları əks olunur. Bu analiz hər ay eyni sayda satılan mallar deyil, artım tendensiyası göstərən malları aşkar edir. Beləliklə, növbəti həftə və aylarda hansı malların daha çox qazanc gətirə biləcəyini, hansı mala daha çox tələbat olacağını proqnozlaşdırmaq mümkün olur. Yəni, bir mal hər ay sabit olaraq 100 ədəd satıla bilər, lakin bu hesabat onu göstərməyəcək. Əvəzində, ilk 10 gündə 10 ədəd, növbəti 10 gündə 20 ədəd, daha sonra 30 ədəd satılan, yəni artan dinamika göstərən mallar bu analizdə yer alır. Bu analiz idarə etmə və satın alma qərarlarında sizə ciddi üstünlük verir. Eyni şəkildə, satışı azalan malları da görə bilərsiniz. Hansı məhsullara tələbatın azalmağa başladığını bu hesabat vasitəsilə müəyyən etmək mümkündür. Tacir Pro'nun ən əsas üstünlüyü ilə istifadəsinin çox rahat olmasıdır.